Gah çıxaram göy üzünə, hökümdaram kah və kah. Gah enərəm yer üzünə, yar sevərəm kimə nə? Dedilər ya Nəsimi, yarın ilə xoşmusan? Xoş olayım, olmayayım, yar mənimdir kimə nə? Nəsimi bu sözləri Allah haqqında deyirdi, Allah haqqında. Bəli, Nəsimi Allah'ı idrak eləmişdi, dərk eləmişdi və anlayırdı ki, Allahla insanın arasında tək bir bağ var. O da sevgi. Bəli, insanı yaradana bağlayan sevgi. İndi buradan üzümü tuturam. O Allah xofa, sənə bir sualım var. Məntiqlə, ağılla və həqiqətlə düşün bir anda. Sən necə yaranmışsan? Allah insanı necə yaradı? Allah insanı erkek ve dişinin cinsi münasibəti zamanı yaradı. Yani benim atam anamla cinsi əlaqədə olur, həmin günü bizim rüşeyimiz. Yani maddə formasını onda alırıq və ruh da onda oturur. Həmin proses günü. İndi mənə de görüm. Bir kişi ilə qadının cinsi əlaqəyə girmək üçün nə lazımdır? İstək, arzu, ehtiras, şəhvət, sevgi. Bəli. Biz ora, o prosesə, yəni Allah'ın bizi yarattığı bu prosesə qorxunu əlavə edə bilərik, qorxunu qata bilərik onların arasında. Qorxu olsa, kişi ehtiraslanabilir, bilir, yəni o prosesə hazır ola bilər, əsla. Mümkündür, həyəcan, qorxu olan yerdə kişi o vəziyyətə, qadın da o prosesə hazır deyil. Yəni qorxa-qorxa o işi görmək olmaz. Qorxa-qorxa insan yaratmaq olmaz. Qorxa-qorxa sən yarana bilmərsən. Qorxa-qorxa sən ola bilmərsən. Sənin o qorxuların bu dünyada səni kölə eləmək üçündür, kölə. İnsan sevgidən yaranıb, onu deyirdi Nəsimi, onu. Sən qorxduğunsan, qorxduğun real maddi dünyadır. Ona görə sən ruhundan uzaq düşmüsən. Sən qorxursan, özün üçün. Amma mənə onu aşılama. Bilirsən, sən öz qorxunla ged yaşa, amma mənə onu tətbiq eləmə, mən özüm bilərəm. Məni yaradana sən qarışa bilmərsən. Sən üçün olan mənim üçün deyil. Mənim dünyamda, mən Allahla bir yerdəyəm. Sən o dünyadan uzaqsan. Allahla mən varam. Orada heç kim yoxdur. İnsan qorxusuna kölədir. İnsan sevgisinin yanında var olur. Qorxunun yanında insan kölədir. Dizlərini yerə atmağa başqa bir yolu yoxdur. Mənə aşılama, mənə qorxudan nağıllar danışma. Danışma. Gah çıxaram göy üzünə, hökümdaram kah və kah. Gah enərəm yer üzünə, yar sevərəm kimə nə? Dedilər ya Nəsimi, yarın ilə xoşmusan? Xoş olayım, olmayayım, yar mənimdir kimə nə? Var olun.